Kişidə cinsi infeksiya simptomları var, axıntı, qoxul və s. dayılar, hətta qızdırma. Və fikir vermir, androloqa getmir, özünə sıxışdırmır dırnaq arası. Elə bir cinsi infeksiya varmı ki, müalicə etmədikdə müəyyən müddətdən sonra artıq gec olsun? Əlbəttə. Yəni bütün infeksiyaların ən təhlükəli halıdır ki, onlarda il forma yaranır. Yəni keyfiyyətsiz aparılan müalicə və yaxud da müalicənin vaxtında aparılmaması həmin infeksiyaların dəyişikliyə getməsinə səbəb olur. Onlarda təzə bir forma yaranır, təzə bir ştamp yaranır. Bu ştamplarda dərmanlara qarşı dözümlü bir ştamplardır. Dərmanlar buna təsir göstərmirlər. Eyni zamanda müəyyən bir keyfiyyətsiz müalicə aparılanda həmin infeksiyaların törədiciləri keçirlər, yəni öz həyat fəaliyyətini nisbətən zəiflədirlər və artıq tanınmaz hala düşürlər. Amma içəridə öz işlərini görürlər. Bu ən təhlükəli hallardır və bu xəstəliklərin müalicə olunması çox çətin olur. Əlaqə nömrəsi 050 685 08 58.